2 sual birdən. İlk öncə deyim ki, bu tip məsələlərdə belə deyim ki, bir düstur yazacağım sizə. Yəni bu düsturdan rahat şəkildə istifadə edə bilərsiniz. Silinən bərabərdir yazılan üstəgələk boş. Aha, burada da baxırıq ki, anar tam dolu diskdən kədət 13 megabaytlıq səs faylı, bu qədər şəkil faylı, bu qədərsə mətn faylı sildi. Və silinən də nə qədər olur? 12 2-yə vuracam 26 megabayt. Üstə gələk 6-nı 3-ə vuracam 18 megabayt. Üstə gələk 6 ədəd 24 baytlıq baytı kilobayta çevirəndə 1024-ə bölürəm. 1, biri də 6-ya 6 kilobayt. Bərabərdir. Yazılan nə qədər oldu video faylı? 4-ü 3-ə 12 megabayt. Üstə gələk 2 eyni ölçü bilmirik nə qədər 2x. Üstə gələk belə deyim ki 3-ə 4-ü 3-ə 12 yox yazılanı yazdıq düzdürmü? Üstə gələk boş diski yazacaq 8 megabayt. Üstə gələk 6 kilobayt. Bu 6 kilobaytla bu 6 kilobayt gedəcək. 26 üstə 18 gələndə 44 megabayt. Bərabərdir. 12-nin üstə də 8 gələndə 20 megabayt. Üstə gələk 2x. Buradan da 44-dən də 20 çıxanda 24 megabayt bərabərdir 2x. X də bərabərdir 12-yə. Yəni bu tip məsələlərdə bildim ki, bunlar rahat şəkildə bu düsturdan rahat şəkildə istifadə etmək olar. İkinci suala baxırıq. Aşağıdakı verilmiş şəkil tapşırıqlar panelin hansı bölməsi adlanır? Təbii ki, bilirik ki, sağ tərəfdə yazılan bildirişlər sahəsinə aiddir. Üçüncü suala baxırıq. Üçüncü sualda nə deyir bizə? Real həcm 109 kilobayt olan fayl var. Fayllardan neçəsi maksimum 2 megabaytlıq flash yaddaşa yerləşdirmək olar. Biz tapmalıyıq ki, 109-un bir klasterin ölçüsü də baxın 6 kilobaytdır. 109-u 6-ya böləcəyik 18 tam neçə. Bir klasterdə artıq götürür 19. Düzdürmü? 19-u da 6-ya vuranda diskdə yaddaşda nə qədər yer tutmuş olur? 19-u da vursa 6-ya 114 kilobayt. Və bizə deyir ki, 2 megabaytlıq flash yaddaşa və 2 megabaytı da kilobayta çevirsək, vursaq 1024-ə, bölsək 114 kilobayta və bunda neçə eləyəcək? Tez hesablasaq, bölsək 17 tam neçə. Və bizdə burada flash yaddaşa yerləşdirmək olar deyəndə biz fail nəzərdə tuturuq, 17-ni götürürük və yaxud da neçə fail yerləşdirmək olan deyəndə də, yəni vergülə qədər, belə deyim ki, açıq şəkildə desəm, olan hissəni götürürük. Əgər diskə yerləşdirmək desəydik, 18 götürərdik. Sonra gəldik 4-cü suala. 4-cü sualda nə deyir? Faylın cəld yüklənməsi əməliyyatını təmin etmək üçün 4-cü sualda faylın cəld yüklənməsini təmin etmək üçün iş masasında yaradılan vasitə hansıdır? Belə deyim ki, avto yüklənmə kompüter açıldıqda müəyyən belə deyim ki, proqramlar avtomatik olaraq işə düşməsini təmin edir. B isə tapşırıq meneceri nədir? Yəni tapşırıq task meneceri nədir? Windows əməliyyat sistemində proseslərin işləyən proqramları idarə etmək üçün istifadə edilir. Yəni ki, məsəl üçün Google-a falan girirsiniz, nə bilim, hər hansı bir girirsiniz proqrama. Əgər onu bağlaya bilmirsinizsə, bağlanmırsa, həmin onu task menecerdən belə deyim ki, idarə etmək mümkündür. Sonra burada nədir? Xəbərdarlıq lövhəsi. Xəbərdarlıq lövhəsi isə əməliyyat sistemlərində sistem bildirişləri və xəbərdarlıqları göstərən bir
paneldir. Sonra idarə etmə paneli nədir? Yəqin ki, bunu da bilirik ki, bunu kontrol paneldə deyirik. Komitenin əsas funksiyalarını bildim ki, idarə etmək üçün istifadə bir interfeysdir, istifadə edirik. Y-də qısa yol nədir? Cəld yüklənməsini təmin edir. Bizə də nə lazım idi? Cəld yüklənməsi əməliyyatını təmin edən hansıdır? Y variantı. Sonra 5-ci sualda qovluq pəncərəsində olan obyektlərə süzgəcləmə əməliyyatı hansı görünüş rejimində tətbiq olunur? D variantı detalis. Sonra 6-cı suala baxırıq. Hansı pəncərə növü mövcud deyil? Qovluq pəncərəsi var, dialoq pəncərəsi var, proqram pəncərəsi olur, sorğu pəncərəsi olur, amma tapşırıqlar pəncərəsi olmur. 7-ci sual. 7-ci sualda nə deyir? Verilmiş cədvəldə səs faylı 8 sektorluq, bildiğim ki, klasterə bölünərsə 1 megabayt həcmi olan diskdə ümumi olaraq neçə kilobayt yer tutar? Bizə 8 sektorluq deyilir. Bizə bir sektor 512 bayta bərabərdirmi? Bərabərdir. Deməli, biz baytdan kilobayta keçəcəyik. 512-ni bölsək 1024-ə düşəcək nə? 0,5 və 0,5 8 sektorluq deyirsə, 0,5-i də 8-ə vursaq, eləyəcək nə? 4 kilobayt. Və biz də burada 1 megabayt həcmi olan diskə ümumi olaraq neçə kilobaytlıq yer tutar və burada hansıları deyir? Ümumi hamısını soruşur. 1 megabayt həcmi olan diskdə ümumi olaraq neçə kilobayt yer tutur. Və biz bir bunların hər birini belə deyim ki, hesablayacaq. Gələk birincidə 35-i neynəyəcəyik? Böləcəyik 6-ya. Buradan yazıram 7-ci sualı. 35 böl 6 5, 6 klaster, 6-nı 4-ə 24 kilobayt. Sonra gəldik 43-ə. 43-ü 6-ya bölsək 7 klaster, 7 tam neçə? 8, 8-i də biz niyə 6-ya bölürük? 4 tapmışam, 6-ya bölürəm. 4-ə bölməliyəm, belə deyim. 4-ə böləndə 8 tam neçə? 9, 9 dəfədə 4-ün 36 üzürlü sayın. Sonra 43-ü 4-ə böləndə 10 tam neçə? 11, 11-i də 4-ə vuranda 44 kilobayt. Gəldik. Bizə səs fayllarını soruşur. Yenə diqqətsizlik elədim. Səs faylları bizdə hansıdır? Gəldik, baxalım. MP3, WAV, bir də nədir? MIDI. Üzrlü sayın diqqətsizliyə görə. Qərəm 17 kilobayt. 17-ni 4-ə bölsək 4. 17-ni bölürük 4-ə. 4 tam neçə? 5. 5 dəfədə 4-ün 20. Sonra gəlirik 45-ə. 45-i də 4-ə böləndə 11 tam neçə? 12. 12-ni də 4-ə vuranda 48 kilobayt. Gəldik. 32 bölünsün 4, 8. Yenə 32 kilobayt. İndi bizə də ümumi həcmi 32-nin də üzərinə 48 gəlsək 80. 80-in də üstə 20 gəlsə 100. Gəldik 8-ci suala. 8-ci sualda nədir? Faylların yerləşdirilməsi üçün disk 6 kilobaytlıq klasterlərə bölünmüşdür. Bir ədəd 8 kilobaytlıq və 3 ədəd 7 kilobaytlıq faylın yerləşdirilməsi üçün neçə ədəd klaster tələb olunur? Bizdə də klasterin ölçüsü 6 kilobaytdır. Və birinci belə deyim ki, faylın 8 kilobaytlıq fayla görə tapırıq. 8-i neynəyəcəyik? Yenə böləcəyik 6-ya. 8-i 6-ya böləndə 1 tam neçə? 2 götürürük. Ümumi yaddaşda klaster soruşur bizdə. 2 klaster.
enter. Sonra 2'nin də biri 2 olur. 3 ədəd 7 kilobaytlıq birinci fayla bir fayla görə tapırıq. Bölürəm 6-ya. 1 tam neçə? 2. 2-ni də 3-ə vuranda 6 klaster. Və 6-nın üzərinə də 2 gələndə 8 klaster. Və bunun nəyə görə tapırıq? Bir klasterin ölçüsü 6-dırsa, baxın, 6 klaster, bir klasterin ölçüsü 6 kilobaytdır, düzdürmü? Və mən bunu 8 kilobayt bunun içinə 8 kilobayt fayl yerləşmir. Məcbur birini də açıram. 6 kilobayt və 6, 12 kilobayt və 8 kilobayt fayl bunun içinə yerləşdi. Deməli, görürsünüz ki, klasteri buradan aldım. Və bu 6 klasteri necə aldım? Baxın, burada 7 kilobaytlıq fayl deyil. Bu 7 bunun içinə 6 kilobaytlıq klasterin içinə yerləşmir. Məcbur birini də açıram. Düzdürmü? Burada 6 kilobaytlıq yerləşir. 2 dənə. Düzdürmü? Bizdə də 3 ədəd dediyi üçün 2-ni də 3-ə vuracam. 6 klaster. Və 6 ilə də 2, 8 klaster. Belə deyim ki, etmiş oldu. Gəldik 9-cu suala. Bizə nədir? Əməliyyat sistemləri seçin. Təbii ki, birinci 1 olmayan variantları atırıq. Sonra MS-DOS 2 olmayan variantlarda çıxdı. İşimiz asanlaşdı. Word və Metr redaktorudur. Bu getdi. Impress təqdimatdır. Bu getdi. FreeBus nəşriyyat sistemlərinə aiddir. Nəşriyyatlara aiddir. Oracle verilənlər bazasıdır. Android isə əməliyyat sistemidir. 1, 2, 7 benim ki C variantı oldu. Aha. Bizdə nəzəri hissələrimiz hardan başlayır? Baxaq səhifə görək. Aha, burada da var. 22-ci sual. Aha. 22-ci sualda nə deyir? 22-ci suala baxırıq. Öz həcmi 99 kilobayt olan 150 fayl var. Fayllardan neçəsini maksimum 1 megabaytlıq flash yaddaşa, belə deyim ki, yerləşdirmək olar. Yenə klasterin ölçüsü neçədir? 6 kilobayt. Və biz baxırıq ki, həcmi 99 kilobayt olan 6 kilobaytda klasterin ölçüsüdür. 16 tam neçə? 17. Və yaddaşda nə qədər yer tutacaqdır? 17-ni də vursaq 6-ya 102. Və 1 megabaytlıq isə 1 kilobayta çevirəndə vururuq, bölürük 102-yə və 10 tam neçəsə alınır, yəni dövr eləyəcəkdir. Bizdə də ona görə düzgün cavab nə götürəcəyik? Bizə fayl, flash yaddaşa yerləşdirmək deyəndə dedik ki, faylı nəzərdə tutulur, 10 götürürük. Sonra gəldik burada, belə deyim. Gəldik növbəti. Aha. Klaster məsələlərinə gəldik. Məncə burada 36-cı sualdan başlayacağıq. Sərt diskdə yerləşmiş fayllar və onların həcmi cədvəldə göstərilmişdir. Fayllar onların cədvəldə göstərilmişdir. Bir klasterin 6 kilobayt olduğu bu diskdə video fayllardan baxırıq ki, video faylları hansılardır? AVD, bir də MPG olandı, bir də ki FLV olandı, FLV yazılandı və bizdə ölçüsü diskə tutduğu yer ilə eyni olacaq və bunu da biz necə müqayisə eləyəcəyik? Yəni sizə açıqlaması ilə göstərim. 612 kilobaytsa onu bölsək 6-ya 102 tam klaster düşür. 102-ni də vursaq 6-ya yenə
ne olacaq? 612'nin özünə bərabər olmuş oldu. Amma 665'i bölsək 6'ya, 110 tam neçə? 111. 111'i də vursaq 6'ya eləyəcək nə? 666 kilobayt. Gəldik 966'nı da bölsək 6'ya 161. 161'i də vursaq 6'ya eləyəcək 966 mı eləyir? Düzmü hesabladıq? Burada 2 dənəsi verilibmi? Bəli. Aha. Oldu nə? Gündüz və xəyal edim ki, faylında. Gəldik 37-ci suala baxırıq. 37-ci sualda nə deyir? 47 kilobaytlıq qraf fayl, 95 kilobaytlıq mətn faylı və 65 kilobaytlıq səs faylı 8 kilobaytlıq klasterə yerləşdirilmişdir. Faylların qovluqdakı öz həcmləri onların diskdəki həcmlərindən necə fərqlənir? Baxın, birinci necə yazırıq? 47 klasterin ölçüsü neçədir? 8. 5 tam neçə düşəcək? Baxın, yazıram. 47 böl 8. 5 tam neçə? 6. 6 da 8'e 48 kilobayt elədi. Sonra 95'e gəldik. 95'i də bölsək 6'ya. Daha doğrusu 8'e. 11 tam neçə? 12. 12'ni də 8'e vuranda 96. 96. Sonra gəldik nəyə? 65 kilobaytlığa. 8, 9. 9 əvvəldə 8'in neçə? 72 kilobayt. İndi bizdə nədir? Bizdə indi 47 kilobaytlıq qrafik faylı, 95 kilobaytlıq mətn faylı və gəlin toplayaq 47, qovluğun özünün həcmini toplayaq 95, üstə gələk 65. Ümumi elədi nə? 47, 95, 65. Elədi 207. Amma burada eləyəcək 48, üstə gələk 96, üstə gələk 72. Bu nə qədər eləyəcək? 48 ilə 96, 4, 144. 144'ün üzərinə də gəlsək 72, 216 və həcmləri necə fərqlənmiş oldu? 216'dan da 207 arasında nə qədər fərq var? 9 kilobayt azdır. Sonra növbəti klasterli məsələmizin sualları hardan gəlir? Səhifə 80'də. 80-ci. Buradan bir dəqiqə. Gəldik bura. Bir o qədər yaxşı düşməyibdir, amma izah eləyəcəm. 57. 2 yeni tipli 6,5 kilobaytlıq fayl. 2 yeni tipli Class 5,3 yeni tipli 5,6 kilobayt, 4 yeni tipli 1,3 kilobaytdır. Neçə də klaster lazımdır? Klasterin tutumu 6 kilobaytdır. Klasterin ölçüsü 6 kilobaytdırsa, baxıram ki 2 yeni tipli 6,5 kilobayt bunun içərisində yerləşmir, düzdürmü? Bir dənəsini də atıram. 2 yeni tipli dedisə, 4 klasterdən istifadə etmiş olduq. Bu oldu 4 klaster. Sonra gəlirəm digərinə. Yenə 6 kilobaytlıq klasterdir və 5,6 bunun içərisində yerir. 3 eyni tipli dedisə, 3 dənə də klaster bunda. Sonra 1,3 dedisə, yenə 1,3 4 dənə deyirsə, 4 dənə də bu klaster istifadə olunmuş. 4, 4'ün üstə də 3, 7, 7'nin üstə də 4 gələndə neçə eləyib? 11. Klasteri soruşduğu üçün 11. Sonra gəldik 58-ci suala. 58-ci sualda nə deyir? 3 eyni tipli 4,7 klaster kilobaytlıq. Yenə klasterin ölçüsü nədir? 4 kilobayt verilibdir. 4,7 bunun içərisində yerləşmədiyi üçün bir dənə də klasteri açıram. 4, 4. Bəli. Yəni 4,7 kilobayt üçün 2 klaster bəs eləmiş oldu və 3 eyni tipli dediyi üçün 2, 2, 4, 6 klaster bundan istifadə etmiş oldu. Sonra
3,2 4 kilobaytlıq klasterin içinə yerləşə bildiyi üçün 2 eyni tipli dediyi üçün 2 də burada, 6 bu, 2 də bu. Sonra 0,8 dediği için 4 eyni tipli, 4 tane də klaster burada. 6 üstə 2, 8, 8'in üstə də 4 gələndə neçə eləyir? Eləyir 12. Sonra gəldik 59'a. Aha, burada da 2 eyni tipli 2,5 kilobaytlıq səs faylı. Yine burada da klasterin ölçüsü 6 verilir. 2,5 bunun içərisində yerləşir. Bəli, 2 dənə klaster buradan istifadə etmiş oldu. Növbəti 6 kilobaytlıq klasterin içində 6,8 3 eyni tipli dediği üçün yerləşə bilmədi. Məcbur bunu da açıram və 6,8 kilobaytda 2 klaster bəs etmiş oldu. Və 3 eyni tipli dediği üçün belə deyim ki 6 klaster istifadə etmiş oldu, açmış oldu. Sonra 3,3 ise 4 eyni tip olduğu için 6 kilobaytlıq klasterin içine yerləşir. 4 tane də burada. İndi bizdə bizdə burada klaster soruşur. Bizdə burada kilobayt yer lazımdır deyir. 2'dirsə 2'ni de 6'ya 12. Burasını hesaplamamıştık. 6'dırsa daha doğrusu 6'dırsa 6'nı da 6'ya 36. 4 de buradasa 4 defa 6'nın da nədir? 24. Və cəmləsək bunları da 24 ilə 12 eləyəcək 36. 36 ilə də 36 nə eləyəcək? Eləyəcək 72. Gəldik. Gəldik 60-cı suala. 60-cı sualda da 3 eyni tipli 4,7 kilobaytlıq səs 2 eyni tipli. Burada da yenə neçə kilobayt yerlərində onu soruşur. Klasterin ölçüsü 4 kilobaytdır. Yazaq ki. Sonra 4,7 4 kilobaytlıq klasterin içine yerləşə bilmədiyi üçün birində açıram. Və 3 eyni tipli dediği üçün bizə yenə nə? 6 klaster lazım olacaq. 6'nı da 4'e 24 diskdə yer tutmuş oldu. 3,2 4'ün içində yerləşir. 2 eyni tipli dediği üçün 2 dənə klaster lazım olacaq. 2'ni də 4'e vuranda 8 yaddaşda yer tutmuş olacaq. 0,8 4 dənə deyirsə 4 klaster lazım istifadə etmiş olacaq. 4'ü də 4'e 16. Və bunları da cəmləsək 24'ün üstə 8 gəlsək 32, 32'nin də üstə 16 gəlsək eləyəcək neçə? 48 variantı 60. Sonra 61-ci suala baxırıq. 61-ci sualda bizdə nə soruşur? 61-ci sualda bir faylın veya onun hissələrinin bütövlükdə yerləşə bilməsi üçün ayrılan sektor qrupuna nə deyilir? Klaster deyilir. 62-ci sual öz həcmi 15 kilobayt olan fail diskə minimum neçə kilobayt belə deyim ki neçə kilobayt yer tutar diskdən minimum. 15 kilobaytsa 3 klaster yox 4 klaster 4'e 4'e 16 belə deyim ki kilobayt yer tutar. Sonra gəldik. Burada nəzəriyyələrə baxmayacağım. Əsas klasterləri izah eləyəcəm. 67-ci sual. 67-ci sualda da belə deyim ki diskdə
7 kilobaytlıq səssiz faylı, 5 kilobaytlıq qraf faylı olarsa, bu fayla diskdə neçə klasteri yerləşdirmək olar? Yenə bir klasterin ölçüsü, klasterin tutumu 3 kilobaytdırsa, 7-ni böləcəyik 3-ə, 2 tam neçə? 3 klaster, 3-ü də 3-ə 9. Aha, klaster soruşur. Belə deyim, klasteri soruşursa 3 klaster buradan istifadə etmiş olur. 5-i də 3-ə böləndə 2 klaster də burada. Cəmi, belə deyim ki, 5 klaster istifadə etmiş oldu. 68, 10 kilobaytlıq həcmi olan klasterə neçə 3 kilobaytlıq fayl yerləşdirmək olar? Aha, 10 kilobaytlıq həcmi olan klasterə, yəni klasterin ölçüsü 3 kilobaytlıq yalnız bir dənə fayl yerləşdirmək olar. Sonra 69-da nədir? Qovluqda real həcmləri 2,5 kilobayt, 4,5 və 4 fayl var. Qovluqların ümumi həcmini müəyyən edin. Klasterin ölçüsü neçədir? 6 kilobayt. Aha. Və 6 kilobaytdırsa neyniyəcək? Bir klasterin ölçüsü 6-dırsa 2,5 bunun içərisində yerləşir. Düzdürmü? Bir klaster istifadə etmiş oldu. Diskdə yaddaşda 6 kilobayt yer tutmuş oldu. 4,5 bəli. 4,5 6 bəli. 4-ü də 6-ya vuranda, daha doğrusu və bu 4,5 6 kilobaytlıq klasterin içinə yerləşir. Bir klaster istifadə etmiş oldu. Bir klaster istifadə etmiş oldu. Biri də 6-ya, yenə 6 üzərinə gəlirəm. 1,5 də yenə bir klaster istifadə etmiş oldu. Biri də 6-ya 6. Sonra 6,5 isə 6,5 isə 6 kilobaytlıq klasterin içinə yerləşdirir. Birini də açmaq lazım olur. 2 klaster istifadə olunmuş oldu. 2 dəfə də 6-nın 12. Aha. Və 6, 6, 12, 6, 18. 18-in üzərinə də 12 gəlsə neçə eləyir? 30 A variantı. Gəldik 70-ci suala. 70-də də nədir? Hansı fayl diskdə əlavə yer tutmaz? Aha. Burada baxın bir neçə nümunə göstərəcəm. Kilobaytdır, onu megabaytdan kilobayta çeviririk. Vururam 1024-ə. Böləcəm nəyə? 6-ya. 6-ya. Aha. Və bu görürsüz çox alınacaqdır. Kalkulyatorla da belə deyim, hesaplasanız özünüz görəsiniz ki, bu qədər belə deyim rəqəm alınır. 20-yə baxa, 20-də də çox olacaq. 30-a baxsa, 30 bölsək 6-ya, bəli, düzdür, 5120, onu da vursaq. Onu da vursaq, belə deyim ki, 6-ya. Yəni 30 megabayt, belə deyim ki, 30 megabaytı əlavə yer tutmaz. Sonra 71-ci sual. 71-ci sualda nədir? 10 megabaytlıq həcmi olan diskdə minimum neçə ədəd 40 kilobaytlıq fayl saxlamaq olar? Aha. 10 megabayt həcmi olan diskdə birinci neyinirik? 10-u vururam 1024-ə və 40 kilobaytlıq klasterində ölçüsü 32 kilobayt verilibdir. Bir tam neçə? 2 klasteri götürürük. 2-ni də 32-yə vursaq 64. 64-ə də bunu da bölsək, yenə deyirəm, birinci fayla görə tapırıq. Faylda neçə klasteri yerləşdirmək olar? O da baxdıq ki, 40-ı da 32-yə böləndə bir klaster istifadə etmiş olduq. Daha doğrusu bir tam neçə? 2 klaster. 2-ni də 32-yə 64.
və onu vurub 1024-ə bölsək 64-ə eləyəcək nə? 160 Y variantı. Aha. Gəldik 72-ci suala baxacağıq. 72-ci sualda nə deyir? 256, yəni 2 üstü 8 vurulsun 2 üstü 9 vurulsun 256 rəng çaları n bərabərdir 2 üstü 8 rəng dərinliyimiz 8 bitə bərabər olacaq və kilobayta keçəndə 2 üstü 13-ə böləcəm və 2 üstü 8 ilə 2 üstü 9 eləyəcək 17, 2 üstü 17, 2 üstü 17 ilə 2 üstü 13 gedəcək. Qalacaq 2 üstü 4, yəni 16. 16-nı da vursaq 8-ə eləyir nə? 128 kilobayt. Və 20% arxivləşdirəndə deyilir. 128-in 100%-dirsə, üzrlü sayın, 128, 100%-dirsə, x-ində 20% arxivləşdiribsə, 80% qalır. Bu da x də bərabərdir. Böləndə 102,4 kilobayt eləyir. Aha. Neçə dəqiqə? Aha, 102,4. 102,4-ü də biz klasterin ölçüsü 4 kilobayt verilib. 102,4-ü də 4-ə bölsək. Düşür neçə? 25,6. Bizdə belə deyim ki, ən azı neçə klasterin ölçüsü 4 kilobaytdır. Bizə də 25,6, 26 belə deyim ki, götürürük. Sonra davam edirik 73-cü sualdan. 73-cü sualda nə deyir? 10 kilobaytlıq real həcmi olan diskə yazıldıqda minimum neçə klaster və neçə kilobayt yer tutar? Hı-hı. 10 kilobayt real həcmi olan. Onu bölsək 4-ə, 2 tam neçə? 3 klaster. 3 klaster istifadə etmiş oluruq. 3 klasterdə olan hansı ki bir dənə C variantını çıxırıq. Klaster ölçüsü 4. Diskə yazıqda minimum neçə klaster və neçə kilobayt yer tutar? 3-ü də 4-ə vursaq 12 kilobayt A variantı. 74-cü sualda öz həcmi 200 kilobayt olan fayl diskdə neçə kilobayt yer tutar? Ölçüsü 6-dır. 200-ü 6-ya böləndə 33 tam neçə? 34 klaster. 34-ü də vursaq 6-ya eləyəcək 24, 2-ya da 204 Y variantı. Sonra 75-də 5 megabaytlıq diskə ən azı neçə ədəd kilobayt fayl? 5 megabaytı 1024-də kilobayta çevirməliyik. 6 diskə ən azı neçə? Aha, birinci 6 kilobayt faylı yerləşdirmək olar. Klasterin tutumu 4 kilobaytdır. Birinci bir fayla görə tapırıq. 6-nı 4-ə böləcəm. 1,5, 2 klaster, 2-ni 4-ə 8. Deməli, mən bu 5-i bölsəm 8-ə eləyəcək neçə? 640. Sonra
76-cı sual. 5 megabaytlıq həcmi olan diskdə ən azı neçə ədəd 13 kilobaytlıq fayl yerləşdirmək olar? Aha, 5 megabaytlıq yenə 5-i vuracam 1024-ə. Böləcəm 13-ü yenə yenirik. 13-ü klasterin ölçüsü 4 kilobaytdır. 13-ü bölsəm 4-ə 3 tam neçə? 4 klaster. 4-ə 4-ə 16. 5-i də vursam 1024-ə bölsəm 16-ya eləcə neçə? 320. Aha. 77-də, 77-ci sualda burada da yenə 20 kilobaytlıq klasterin ölçüsü 8-dir. 3 klaster istifadə etmiş oldu. Yenə 5-i vuracam 1024-ə böləcəm 3, 3-ü də 8-ə 24-ə 213 tam neçə fayl yerləşdirmək dediyi üçün 213 götürürəm. Sonra elə düşünürəm ki 79 80-dir, 81-dir, eyni tipli sualdır. Başqa. Aha, 87 maraqlı sualdır, onu izah edeyim. 87. Aha, 87-də nə deyir? Hər bir şagird haqqında olan şəxsi iş jurnalı 256 səhifədə, yəni 208, 64 səhifədən 206, sonra 32 simvol olmaqla 205 asker əlifbasında kodlaşdırılmışdır. Aha. Sonra 128 kilobayt asker əlifbasında kodlaşdırılmış deyəndə 8 bitə. Aha. Bitdən də kilobayt keçəndə 213-ə böləcəm. Bu 14, 13, 2 qaldı. Burada da neçədir? 206 vur 208 yazmışam. 206 bu deyilir 205. 32-ni də vursam 8-ə eləcə neçə? Bircə dəqiqə. 208 vurulsun 206 vurulsun 205 vurulsun asli simvol kodlaşdırılmasında 8 bitə. 213 13-ə bölürəm. 14 ilə 13 gedəndə 2 qalacaq. 2 qalacaq. 32-ni vursaq 8-ə, vursaq 2-yə eləyəcək 512 kilobayt. Və burada əslində klaster 128 kilobayt həcm deyirsə, olan xarici yaddaş qurusunu ən çox neçə yerləşdirmək olar? 512-ni 128-ə bölsək 4. Əslində burada klasterin ölçüsünü niyə verib anlamıram. Çünki sualın elə düşünürəm ki, düzgün şərti yoxdur. Düzgün şərti yoxdur. 128-ə böləndə 4. Sonra yəni cavab boş çıxır. Sonra buna baxsaq 86. Hansı fayl diskdə daha artıq yer tutar? 20 kilobayt, 25 kilobayt, 30-35 klasterin ölçüsü də. Gəlin buna belə baxaq. Daha yer tutar. Əslində daha artıq yer tutarın yerinə ən çox yer tutanı soruşsa daha yaxşı olar. 20-ni 6-ya bölsək 4 kilobayt, 4'ü 6'ya 24. Sonra 25'i bölsək 6'ya, 25'i də bölsək 6'ya, 4 neçə? 5, 5'i də 6'ya
30 30. Burada da 5 24 ilə 20'nin arasında elə bil ki, aha, bu 20'dir. 24 alıb 4 vahid. Bu 5 vahid. 30'u bölsək 6'ya 5. 5 dəfə də 6'ın 30. Bu ilə bərabərdir. 35'i bölsək 6'ya 6 klaster 36. Bunda da bir vahid fərqi var. Deməli 40'ı da bölsək 6'ya 7 klaster 6 tam neçə 7 42. Burada da 40 ilə 40 arası 2 vahid. Deməli 5 vahid 25 ən çox yer tutar. Diskdə daha artıq yer tutar. Bu 25 kilobayt. Elə düşünürəm daha artıq yer tutmağını çaşdıra bilər. Ən çox yer tutar soruşsa, yəni bu şəkildə istifadə etmiş oluruq. Və bunlar hamısı qalan eyni tip suallardır. Yəni burada da heç aşmayın. Məsəl üçün burada mətn faylın burada nəzərdə tutur ki, bu baxın fayllar verib, həcmi verib 5'dir. Mətn faylı, qrafik faylı 7,8'dir. Yenə qrafik faylı 3,3'dür. Bizdə nəyi soruşur? JPG-ni, sonra PNG-ni, sonra mətn faylı. Aha, bunların da 14'dür, 7,8'dir. Bunu soruşur. Hə, PNG-ni də soruşur. Bizdə bu mətni soruşmur. Buna baxmayacaqsınız. Bunların hər birini tapacaqsınız. Həcm neçə kilobayt olar. Aha, klasterin ölçüsü əgər 4 faylı, fayl həcmi neçə kilobaytdır. Klasterin belə deyim ki, tutumu verməyibsə, klaster 1-2 4 kilobayta bərabər olur. Bunu ev tapşırığı olaraq götürərsiniz. Cavablar